Değerli soydaşlarım, dostlar, kardeşler, Cənab Eşşəklə irəli. Azca səbr edin, azca səbr edin. Cənab Eşşəklə necə irəli deyəcəm? İlhamla geriyə Cənab Boz və Baz Eşşəklə irəli. Getdik. Dostlar, kardeşler, canlarım, ciğerlerim, deməli öncə gəlin sizə səs vermənin nəticələrini çatdırım. Qardaş bacılarım, canlarım, ciğerlerim, can ciğer xalqım. Bugün 2 dəfə yayımımız olacaq və yayım fırtına, zəlzələ vəlvələ olacaq. Səs vermə, səsim gəlirmi? Hər iki kanalda səsim gəlirmi? Tez yazın, tez. Hər iki kanalda səsim gəlirmi? Yazın, tez keçim əsas hissəyə. Təcili. Yazırsınızmı? Hər iki kanalda səsim gəlirmi? Mən burada bildim gəlir, amma burada görmürəm axı gəldiyini. Yazmırsınız axı. Bu qabil mediada yazmırsınız axı səsim gəlir, gəlmir. İyiden yazın biləkdən, hə? Yes, var, ha? Hə, səs gəlir. O Alman dilinə keçib, şey yox, hə? Heç olmasa Alman dilində olur, yazın da, hər nəysə. Hə, getdik. Değerli həmvətənlərim, değerli soydaşlarım, canlarım, ciğerlerim, can ciğer xalqım, getdik. Dostlar, kardeşler, mən sizə gerçək, namus və şərəfimə and olsun. Mən sizin bugün, dünəndən bugünə, daha doğrusu bugün səhər tezdən əsasən, özümü MSK-nın sədri elan elədim. Namizədlərimiz kim idi? Bayram Nurluydu, Cənab Eşşək idi, İlham Əliyev idi və Mehriban Əliyeva idi. 4 namizəd, hansı ki 2 il yarım bundan qabaq da bu namizədlər arasında yarış keçirmişdik və Cənab Eşşək böyük səs çoxluğundan qalib gəlmişdi. İndi isə dostlar, kardeşler, gəlin birinci İlham Əliyevin saxta seçkisini ortaya qoyaq. İlham Əliyevin saxta. Burada şərəfsizlik eləyən Xaçaturyanın balasıdır. Burada ancaq gerçəklər konuşulur. Gerçəklər, değerli həmvətənlərim, değerli soydaşlarım. Ancaq gerçəklər. Getdik. Birinci İlham Əliyevin səs verməsi. Saxta səs vermə. Baxın. Güya 87,7% əhali necə deyirlər, İlhamı sevir, dəstəkləyir. Gəlin oxuyaq. Bax, İlham Əliyev paylaşıb, kanalları paylaşıb. Gəlin oxuyaq. Oxuyuram. İctimai xəbər: Azərbaycan prezidentinin fəaliyyətini ictimai rəylərdə sorğusunun nəticələri açıqlanıb. Rəylərdə. Prezident İlham Əliyev respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7% təşkil edibdir. Belə ki, respondentlərin 93,6%-i prezidentin fəaliyyətini müsbət qiymətləndiribdir. Respondentlərin 81,9%-i prezident İlham Əliyevin alternativsiz siyasi lider kimi qəbul edir. Yəni 81,9% deyir, İlham Əliyevin ümumiyyətcə alternativi yoxdur dünyada. Sorğu medianın inkişafı, sorğu görək harada keçirilib. Sorğu medianın inkişafı agentliyi tərəfindən 20 may və 30 may 2026-cı il tarixində, yəni 10 gün ərzində üzbəüz insanlarla ünsiyyət, müsabiqə yolu, üsulu ilə təyin edilibdir. İndi İlhamın kim deyə bilərdi ki, üzbəüz səndən soruşurlar, İlham necə adamdır? Hələ harada soruşurlar? Aparatın yanında. Harada soruşurlar? Tarkovda. Harada soruşurlar? Sibrizdə. Orada İlham deyəcəklər də və mən deyəsi deyirlər ki, indi anlama, sorğuda ümumiyyətlə 18 yaş və yuxarı 1210 nəfər respondent, yəni insan iştirak edibdir 18 yaşından yuxarı. İndi gəlin sizə qardaşınız Qabil. Bu İlhamın saxta yoldan Sibrizdə götürdüyü insanlardan səs verməkdir. İndi gəlin Qabilin isə bütün sosial şəbəkələrdə paylaşdığı gerçək səs verməyə toxunaq. Getdik. Dəyərləmədən birinci subutdan göstərirəm. Birinci 2024-cü ildə, 24-cü ilin əvvəlində, ala baxın. Baxın, 2 il önce, bak subutla göstereyim, 2 il önce, bakın üstüne ne yazılıb?
2 il önce, haksızlığa susmadan, 2 il önce, görürsünüz 2 il önce. Bakın, Cənab Eşşək, İlham Əliyev, deməli, Bayram Nurlu və Mehriban Əliyeva. Eləmi? Elə. Deyələmədi. İndi gəlin görün nələr göstərəcəm sizə. Baxın. Deməli, 2024-cü ilin əvvəlində, yəni 2 il yarım öncə Cənab Eşşək 74% səs toplayıb, buyurun baxa bilərsiniz, 74% səs toplayıb, yalan deyən köpək oğludur, baxın. Cənab Eşşək 74%, İlham Əliyev 14%, baxın. Cənab Eşşək 74%, İlham Əliyev 14%, Bayram Nurlu 7%, baxın, Bayram Nurlu 7% və Mehriban Əliyeva 5%, baxın, Mehriban Əliyeva 5%. Bu 2 il yarım öncə idi. Bugün də səs verə bilərsən, açıqdır dalı. Amma, gəlin mən sizə elə 7 saat öncə səs vermənin nəticəsini qoyun. İlham Əliyevdə nə qədər adamla danışmışdılar, İlham nətər adamdır, əvəzsiz mi liderdir, belə də üzbəüz də. Polis də alınan müsabiqədə kim İlham Əliyev alternativi var deyər. Hələ Sibrizdə bunu deyən olarmı? İndi gəlin mən sizə qardaş, həqiqi səs verməni çatdırıram sizə. Gəlin, tez, burada ancaq gerçəklər konuşulur. Buyurun, ala, getdik. Üzr istəyirəm, 7 saat yox, 9 saat. Baxın, Qabil Media, bəlkə haqsızlığa susmadaydı. Baxın, Qabil Media kanalı, 9 saat öncə. Qabil Media kanalı, 9 saat öncə. Fikir ver, nə yazmışam? Təcili səs ver. Qorxma, axı sən insansan. Baxın, görürsünüzmü? Görürsünüzmü dəyərli həmvətənlər? Deməli, mən də səs vermişəm Cənab Eşşəyə. Yəni, linki burada adminlərimiz paylaşa bilər. Yayım get-yata tez adminlərimiz paylaşdım. Səs vermək istəyənlər var. Təcili adminlərimiz paylaşsın linki. Təcili. Deməli, 9 saat öncə, səs vermədə iştirak edib 9 saat öncə 1700-dən artıq adam iştirak edib. Bax, yalan deyən köpək oğludur. Bax, alın. Baxın, ya 1700-dən artıq adam iştirak edib, baxın. Deməli, İlham Əliyev nə qədər troll şəbəkəsini tövsələr də, 2 il bundan qabağa nəzərən, bunların qandığı budur da, Cənab Eşşəkdən İlham Əliyevin mübarizəsinə trollları töküblər. Cənab Eşşəkdən İlham Əliyevin mübarizəsinə. Bu qədər troll ordusu yerisə də, yenə Cənab Boz və Baz Eşşək qalib gəldi, eşşəklə irəli. Eşşəklə irəli. Hamınızdan xahiş edirəm, şuarımızı səsləndirin. Eşşəklə irəli. Bizə dəqiqə aynanı bağlayayım, səsim çox çıxacaq deyəsən. Deyəsən, həvəslənmişəm. Bu eşşəyin qələbəsi, məni, əbəssiz qələbəsi məni sevindirib, cuşa gətirib, Baz və Boz eşşəyin qələbəsi. Dəyərlənmədənəm, deməli, dostlar, qardaşlar, baxın, səs vermə əlimdədir. Görürsünüz, insan olun, sizə də deyirəm, burada admin paylaşmır, Qabil Mediada admin paylaşmır. O admindən xahiş edirəm, orada da paylaşın. O biri admin de orada paylaşsın. Ya burada paylaştıksa sonra orada paylaş, burada paylaş, belə yer dəyişmə o biri adminimiz deyəsən yoldadır. Dəyərlənən Cənab Boz və Baz Eşşək. Boz və Baz Eşşək. Deməli, bizə də, getdik. Dəyərli həmvətənəm, baxın. Dəyərli soydaşlarım, 2 il yarım bundan qabaqda İlham 14% səs toplamışdı, indi də 14%'dir. Amma bu dəfə troll ordusunu çox salıblar üstümüzə. Bax, İlham Sibrizdə 1210 nəfərdən götürmüşdü. Bax, 9 saata 10 günə 1210 nəfər. Amma bizdə demokratiyadır. Baxın, 9 saata 1700'dən artıq adam səs veribdi. Deməli, Cənab Eşşək, keçən il nə qədər idi Cənab Eşşək? Qoy, keçən ilə baxaq, keçən il nə qədər idi Cənab Eşşək? Cənab Eşşəyi geriyə qoymaq olmaz. Dədələrimizin, babalarımızın sirdaşını, dədələrimizin deməli, Cənab Eşşək 74% idi. Keçən illəri baxın, 2 il bundan qabaq Cənab Eşşək 74% idi. İndi nə qədərdir Cənab Eşşək? İndi Cənab Eşşək 76%'dir. Yəni Mehriban reytingi itiribdir. Bir də deyəsən 1% Bayram Nurlu reytingi itirib. Cənab Eşşək reytinginə reyting qatıbdır. Cənab Eşşək, amma İlham Əliyev olduğu səviyyədə qalıb, o da trollərin gücünə. İndi baxın dəyərli həmvətənlərim, gerçək səs verməyə baxın. Sizlərdən də xahiş edirəm, burada adminlərim də paylaşır, həm iki kanalda da adminlərim paylaşır. Linki dayandırın, şak üstündən basın və kimə istəyirsiniz səs verin, biz demokratik adamıyıq. Amma biləsiniz ki, namus və şərəfimə and olsun ki, bu səs verməni heç mən özüm görə bilmirəm.
Sənin kiməsə səs verdiyini heç mən özüm görə bilmirəm. Kimə istəyirsiniz səs verin. Vallahi billahi burada səs verənlər səs versin. Cənab eşşək efirin axırında görüm Cənab eşşəyə səs verən yəni neçə yüz nəfər qalxdı buradan deyəcəm. İndi gəlin Cənab eşşəyin faydalarını sayaq. Mənim çox vaxtım yoxdur dəyərli həmvətənlər. Cənab eşşəyin günorta izləyicilərlə 26 dənə faydasını saymışıq. Baxın, axırda sual verəcəm. İlham Əliyevin faydası nədir? Cənab eşşəyin faydalarını sayıram sizə. Qulaq asın. 1. Eşşək tarixi ulu babalarımızın ən birinci köməkçisi olan, bu günə qədər də köməyini kəndçilərimizdən əsirgəməyən Cənab eşşəkdir ki, ondan sonra it insanın dostu olub, at insanın dostu olub. Birinci Cənab eşşək olub dostu. Eşşək südünün litri 400 evrodur. Ən ucuz o qatma yararsız südü 200 evroya tapa bilərsiniz. 400-600 evrodur eşşək südünün. Heç Alyona'nın südü bu qədər bahalı deyil. Alyona'nın südünün litrini neçəyə alarsınız? Burada 80, 90, zaten ala qarğa ölkədə bala çıxartmaz, bu 2 gündən bir doğur. Həftə 8-dən 9 doğur. Hər nəysə. İkinci, eşşək südünün litri ortalama 400 evro. Üçüncü, eşşək əti tarixən yiyilibdir, indi də yedizdiriblər, alladıb eşşək ətini. Eşşəyin dərisi hər zaman lazım olubdur, ta qəbilə devrindən bəri. Eşşək dərisi. Özü çox möhkəm dəri olur, ayaqqabıları onunla tikirdilər. Getdik. Dördüncü, eşşək dərisi. Beşinci, xəbər vermə qabiliyyəti. Hər hansısa bir ucqarda canavar görərdi. Türkü, çaqqal, sürüyə baskın, maskın sırazı xəbərdar eləyərdi cəmaatı. Yəni xəbər vermə qabiliyyəti var. Anqırırdı sırazı. O gözəl anqırtı, o məlahətli səs. Altıncı, eşşəyin gözəl gözləri dünyada nadir gözəl gözlərdən biridir. Yedinci, eşşəyin hissiyatı çox insanları tarixən xilas eləyib, çox hissiyatlı heyvandır, hissiyatı çox güclüdür. Böyrək daşını tökməyə, yəni eşşək arabasıyla çaylaqda gəzərsənsə, eşşək arabasına minərsənsə, sənin böyrəyində daş ola bilməz. Pivədən heç böyrəyindən daşı elə eşşək arabasıyla gəz. Vallah mənim qonşularım daşını elə salıblar. İnanmırsınız? Böyrək daşını tökür. Bəxt açma. Eşşəyin belinə min, eşşək minənin bəxti açılır. Bəxt açma. Dədədən, babadan var bu söhbət. Deməli, deyərdən vətənlərin dəyərli soydaşlarım, təcavüzün qarşısını alma, xüsusilə hərbi hissələrdə. Yəni, bu 10-cu idi, 10-cu. Təcavüzün qarşısını alma. Yəni, Naxçıvanda bu ayılar var, gəlib oturub hakimiyyətdə. Bunlar əvvəl eşşəklə cinsi əlaqəyə girənlər idi. Yəni, o eşşəklər olmasaydı, bir-birinə təcavüz eləyərdilər. Məsələn, bizim hərbi hissədə eşşəklər var idi, paylanmışdı. Birbaşa əskərlər bir-birini eləməsin deyə komandir özü şərait yaradırdı. Eşşəyi falan o yama var, belə səngər kimi o köhnə bilindaja girən yer. Elə eşşək gəlir orada dururdu, əskərlər bir-bir azarını öldürürdü, bir-birini eləmirdi, təcavüz eləmirdi. Eyni zamanda eşşəklərin olması bizim rayonda, azadda, hər yerdə var, bütün Azərbaycanda. Yəni, bir növ, necə deyərlər, təcavüzün qarşısını alır, dəyərli həmvətənlərim, eşşəklər. Bu barədə çox kömək eləyir, onu indi kətçilər bilər. Mədəniyyət, incəsənət mədəniyyət kətdən gəlibdir, biləsiniz. Minalı sahələrdə hər zaman, 1-ci Qarabağ döyüşü, 2-ci Qarabağ, indi Ukrayna-Rusiya savaşı hər zaman minalı sahələrdə eşşəkdən istifadə ediblər. Bir növ eşşək can qurtarandır. Bizim Kəmaləddin Heydarovun o Fövqəladə Hallar Naziri qurumundansa boz eşşəklər, baz və boz eşşəklər, cənab eşşəklər, üzr istəyirəm, cənab eşşəklər daha yaxşıydı. Keçdik. 12-ci eşşək nəqliyyat vasitəsidir. Yəni, insanların bir yerdən digər yerə getməyə nəqliyyat vasitəsi. Düzdür, Peyğəmbərlərimiz belə atlara, dəvələrə minsə də, ən çox eşşəyə miniblər. Qoca kişilər əsasən eşşəkdən gedirdi. Eşşək nəqliyyat vasitəsidir. 13-cü,
Eşek daşımaçılıq qabiliyyəti, su daşımaq, yanacaq daşımaq, odun daşımaq, hər şey daşımaq, daşımaçılıq, eşek. 14-cü, eşek sperm cadusu. Dünyada en güclü cadulardan biridir. Eşek sperm cadusu. Bilirsiniz ne kadar İlham Əliyevə içirdiflər. Eşek sperm cadusu dünyada en güclü cadulardan biri hesab olunur. Sonra eşek dili cadusu, adam adama dili ta qədimdən. Hadi buna eşek dili yedizdiriflər. Eşek dili. Eşek dil ve sperm cadusu dünyada en güclü cadudur. Eşek deməli 16-cı, deməli o 14-cü sperm cadusu, o 15-ci eşek dili cadusu, 16-cı eşek tükü və qışda o vaxt eşeklər çox tüklənərdi, xüsusilə bizim o tayfa qəbilə vaxtı eşek tükündən də yorğan hazırlayırdılar. Necə ki bəzi qoyun tükləri var, eşeği çöldə saxlayırdı, o kim idi eşeğe dam dikən? Hamısı bilirsiniz, heyvan soyuqda qaldırsa tüklənir və bir bazı havalar isinəndə qırxırdılar, yorğana basırdılar. Eşek tükü. Tayfalar o vaxt elə eləyirdi, köçəri tayfalar. Təmizlik. Bütün heyvanların qabağından çıxan çörü, çöpü, eyni zamanda həyətdə, bacada, qanqalı, otun, lazımsız o çalışın kökünü, hər şeyi nə təmizləyir? Eşek. Dişlərinlə kökünə kimi təmizləyir. Bilənlər bilir, heyvan saxlayanlar. Deməli 17-ci eşeğin təmizliyi. 18-ci eşeğin poxu gübrədir. Eşeğin poxu gübrədir. 19-cu dəyirman daşlarını bugün də bəzi bölgəmizdə dəyirman daşlarını, su dəyirmanını və yaxud digər dəyirman daşlarını eşek fırlayır. Ta qədimdən çörəyi eşeğe görə yemişik. Baxın ha, ta qədimdən çörəyi eşeğe görə yemişik. Bütün dəyirman daşlarını, bütün su dəyirmanı, su olmayan yerlərdə bütün dəyirman daşlarını, yel dəyirmanlarını eşek fırlayıbdır. Eşeğin çörəyini yemişik. Deməli 19-cu, 20-ci. Bugün də bax mən Azərbaycandan gələnə kimi yeri əkdirirdik. Amma o torpağı şumlamaq, dırmıqlar gedirdi, sonra toxumu səpirdik. Üstündən də bir dəfə dırmıqlayırdıq, 2 dəfə toxum çıxırdı. Yəni mən Azərbaycandan çıxana kimi eşəklə yer şumlamışam, toxum səpmişəm. Yəni dəyərli vətənlərim, deməli eşeğin yer şumlamaq, dırmıqlamaq bugün də ta qədimdən, feodalizm quruluşundan da qabaq, ibtidai icma quruluşunda, ibtidai icma quruluşundan bugünə kimi eşek bizim yardımcımızdır, yer şumlamaq, dırmıqlamaq bugünə qədər. Allah ilhamın bəlasını versin. 21. Eşeğin dırnaqlarından domino düzəldirlər. Yəni mənə atdılar. Doğrudan da bu çox böyük bir, dəhşətli bir, ən dəhşətli domino. İndi birazdan səs verin, mən təzdən göstərəcəm. Adminlər siz paylaşın, hamını səs verməyə cəlb eləyin. Deyələmədən mənə atdılar o domino daşı məsələsini. Doğrudan da eşeğin yüksək qabiliyyəti var imiş bu domino daşı məsələsinə görə. Deyələmədən qoy, baxaq, göstərək, baxın. Budur, eşek dırnaqları. Məhz belə dünyanın ən məşhur əşyalarından birinə çevrilirlər. Min illər əvvəl Çinlilər bu dırnaqları düzbucaqlı hissələrə kəsir və saatlarla qaynadırdılar. Bu proses dırnaqların yumşalmasını təmin edirdi. Daha sonra üzərinə taxta qoyularaq möhkəm şəkildə sıxılırdı. Beləliklə onlar tamamilə düzləşir və daha sıx bir quruluş alırdı. Bundan sonra hamar və qüsursuz düzbucaqlı formaya salınana qədər hamarlaşdırılırdı. Daha sonra səthinin tam hamar olması üçün suyun altında yenidən hamarlaşdırılırdı. Ardınca hər biri boyaya batırılmış iplərlə işarələnir və üzərində qüsursuz xətlər çəkilirdi. Çünki hamısının tamamilə eyni olması lazım idi. Bu xətlər sayəsində hər hissədə deşiklər eyni nöqtələrdən açılırdı. Nəticədə isə eşek dırnaqları bugün hamımızın domino daşları kimi tanıdığı əşyalara çevrilirdi. Gördünüz deyələmədəm, eşek dırnaqları domino daşlarına da çevrilib. Deməli neçənci qaldı? 22-ci. Eşek qisas olaraq da lazım olacaq bizə. Qisas. Deyəcəz, niyə? Deyələmədəm, mən gəldim prezident oldum, bir şərəfli adam prezident gələndə sizi xalqı zorlayanın arvadını, qızını, anasını Yekaterina eləyib kimin altına atacaq? Eşeğin. Yəni eşek bir növ bizim qisasımızı alacaq.
Eşeklərə yaxşı baxın. 23-cü eşek Viagra rolunu oynuyordu. Keçmişdə də həvəsi olmayan, cinsi orqanı yaxşı durmayan adamlar, ümumiyyətcə durmayan adamlar var idi və yaxud yaxşı durmayan adamlar. İndikilər seksə baxırlar, indikilər nə edirlər? İndikilər pornoya baxırlar. Amma keçmişdə, hələ indi də eşəklə eşəyin cinsi əlaqəyə girməsi yəni insanlarda həvəs oyadır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bir növ eşək kənd cəmaatı üçün, o zaman keçmişimiz üçün Viagra rolunu oynuyordu. Yəni həyatda saxlanılır eşək. Eşəklə cinsi əlaqəyə adam həvəslənirdi. Yəni o vaxtın adamları, elə indi də ola bilər elə adamlar və şey eləyirdilər. Deməli o vaxtı da indi də belə şeylərdən istifadə edir. Deməli 23-cü eşək Viagra rolunu oynuyordu. 24 eşək budilnik rolunu oynuyordu. Yəni çalar saat. Eşəyin o vaxtı yemini qoyurdular məsələn 5-də. Yemini verməyəndə hər 5 dəqiqədən bir anqırırdı. 5 ya 10 dəqiqədən bir anqırır. Hər 5-10 dəqiqədən bir anqırır. Ona görə yemi elə tarazlayırdılar ki, suyunu yemini. Həmən vaxtı anqırsın eşək. Məsələn, mən şəxsən kətdə məni heyvanları açan zaman, otarmağa aparan zaman eşəyi də aparırdım da. Erkək eşəyimiz vardı. Qorxmayın, dişi də öldü, erkək idi. Erkək kişinin erkək eşəyi olar. Aparanda, ay yatırdım, yaydı da adam istəyir, çimif gəlirsən, yornuq yatırsan. Bir dedim, eşək anqırdı, o yemi. Bir şey baxdı, saat 17'dir. Getdik, saat 5'dir. Eşək eyni zamanda səsi dünyanın ən gözəl səsidir. Yalandan o vaxtın peyğəmbərləri kitab dəftərlərə yazıblar ki, ən murdar səs eşək səsidir. Yox, o peyğəmbərlərin, o köhnə kişilərin hərəsinin 20-dən 30-dən arvadı olurdu. O vaxtda uşaqlarla zaten bir otaqda qalırdılar. Sakitcə yorğanı qaldırıb bastığı yerdə eşək anqıranda uşaqlar dururdu. Ona görə pazor olurdu. Yəni həvəs ölürdü. Ona görə eşək səsi ən gözəl səs olsa da o kitablara ən murdar səs kimi yazılıb. O kitabların heç birindən bu barədə razı deyiləm. Eşək səsi dünyanın ən gözəl səslərindən biridir. Deyil həmətən. Deməli, ondan bəli 25-ci 25 eşəklər daimi izçidirlər, izçi. Yəni bütün dəvə karvanının önündə sizin qurban kəsilir. Ən müqəddəs, ən yekə qurban kəsdiyiniz heyvan nə idi? Dəvə. Peyğəmbərlərin ən çox mindiyi dəvə. Eşək qabağa düşməsə dəvə yerimir, xəbəriniz var. Eşək. Eşək qabağa düşməsə dəvə yerimir dəyərli həmvətənlərim. Bütün dəvə karvanının önündə gedir, özü getdiyi yolu unutmur, getdiyi yoldan, bütün səhralardan eyni yerə qaydanda yolu unutmur. Yəni bildiyiniz eşək canlı navigasyondur. Uzun sözün qısası 25 eşeğin gözəl əlamətini yazdıq və bunu biraz da uzadacağıq inşallah 25. Uzun sözün qısası eşəklə irəli. Heydər Əliyevin heykəlləri aşırılsın, yerinə eşəklərin heykəli qoyulsun. Cənab eşəklərin. Yəni Heydər Əliyevin, o Kəmaləddinin dədəsi Fəttahın büstləri götürülsün, Zərifənizadın büstü götürülsün. Vəssalam. Hamısının büstü, Elçi Beydən belə hamısının büstü götürülsün, bir Məmməd Əmindən başqa. Bəs hamısının, eşəklərin büstləri qoyulacaq. Eşəklərin, Heydər Əliyevin heykəllərinin yerində eşək heykəlləri qoymaq lazımdır. Özə nətəri, o zoncuq atıra, o uğraşlara zoncuq atıra, o da bir özəl əlamətdir, onu da deyəcəm sizə. Onu da sonra deyərəm. O zoncuq atdığı yerdə belə bax belə, sonra belə şahə qalxdığı yerdə, tişlədiyi yerdə eşəklərin heykəli qoyulmalı. Eşəklərlə irəli, ilhamla geriyə, boz və baz eşəklərlə irəli. Mənlə kim razıdırsa mən yazsın. Mən yazsın. Dəyərli həmvətənlərim, vətən torpaqları işğal altındadır. İlham Əliyev satqındır, vətən xainidir. Eşəklərlə irəli. İndi mən sizə sual verirəm. Düzgün yazmayan şərəfsizdir. Düzgün yazmayan şərəfsizdir. İndi xahiş edirəm. Bax, mən eşəklərin 25 dənə burada, 25 dənə ən gözəl, bugün də çoxunu istifadə elədiyimiz ən gözəl xüsusiyyətlərini dedim. Pusat da cəmaat eşək cəmaatın qulpundan yapışır, İlham Əliyev yox.
Neft qaz ölkəsində nə su var, nə su gedir, nə yol var, nə heç nə yoxdur. Nə odun daşımaq, maşın. Kətlərimiz var, çox yolu yoxdur. Yəni eşək. Mən 25 dənə eşəyin əlamətini saydım, yaxşı əlamətini. Nə olar qadanız alım. Siz də İlham Əliyevin bir dənə, Mehribanla İlhamın bir dənə yaxşı işini deyin. Xahiş edirəm deyin. Utanmayın, yazın. Varsa yazın, var, yoxdursa yazın ki, yoxdur. Yazın, yoxdur. Bax, mən 25 dənə eşşəyin yarısı da bu günümüzə də, bu gündə istifadə elədiyimiz 25 eşşəyin özəlliyini saydım. Yarıdan çoxu bu gündə istifadə olunur. Dil cadusu, sperm cadusu, daşımaçılıq, yenə nəqliyyat, yenə dırmıqlama, yenə hamısı da çox sayılır bu gündə. Amma sizdən xahiş edirəm, yazın. Eşşəyin 25 dənə xalqa xeyir verən xüsusiyyətini mən saydım. İndi siz isə İlham Əliyevin bir dənə, Mehriban Əliyevanın bir dənə xalqa xeyir verən xüsusiyyətini yazın, görüm, qadanız alayım, yazın. Yazın, yazın. Nein, yoxdur, yoxdur. Eşəklə irəli. İndi sonuncu dəfə gəlin səs verməyə baxaq. Sonuncu səs verməyə baxaq. Birazdan bax. Efirdə birazdan nə olacaq bilirsinizmi? Bu yayımı bağlayacağam. 10-15 dəqiqə sonra yayım açacağam. Nə olacaq bilirsinizmi? Heç vaxt elə yayım görmüyorsunuz. Olacaq. Heç vaxt elə yayım olmayacaq. Elə bir gözəl yayım açacağım ki. Hamınız deyəcəksiniz Qabil. Balsan Qabil, gül. Efirində gülgülü, bülbülü çağırır Qabil. İndi 10-15 dəqiqə səbr eləyin. Bu səs verməni göstərim. 10-15 dəqiqədən sonra bir yayım açacağım ki. Vallah da deyirəm, billah da deyirəm. Şoka düşəcəksiniz. Dünən dediğimin təsdiqidir. Dünən dedim, bugün oldu. Sırağa gün dedim, bugün oldu. Təsdiqidir, təsdiqi. Sağ ol, bizə qırıq. Sizə bu gecə şok yaşadacağım. Yuxularınız ərşə qalxacaq, ərşə. Baxaq. Cənab eşək. Cənab eşək harada qaldı? Cənab eşək, çox üzr istəyirəm. Cənab eşəkdən. Aha. Hə, getdi. İndi cənab eşəyə təzdən göstər. Birbaşa ilə kanalımdan göstərəcəm. Kim səs vermədə iştirak edirsə, bunu heç kim görə bilmir. Heç mən də görə bilmirəm kim kimə səs verdi. Ala baxın. Cənab eşəyə bir baxaq, dəyərli həmvətənlər. Ay, bu nə idi? Cənab eşəyə, dəyərli soydaşlarım, gəlin baxaq Cənab eşəyə. Getdik. Yəni, Qabil Media, belə kanala girirsiniz, Qabil Media kanala girmişsiniz. Ala üstdən basırsınız bunu. Ay sağ ol, gəldi videolar, canlılar, şortlar, ala, göndərilərə basaq, ala, göndərilər. O, mister, cənab eşək gəldi, ala. Baxa görə indi nə qədər adam səs verdi. Cənab eşək, ayıb olsun. Cənab eşək 77%-dən razılaşmır. Cənab eşək 77%-dən razılaşmır. Baxın, İlham Əliyev nə qədərdir? Baxın, İlham Əliyev nə qədərdir? 14%. Cənab eşək 77%. Mehriban Əliyeva 3%. Bayram Nurlu 6%. Baxın, təzdən bu tərəfə qoyuram. İlham Əliyev 14%. Cənab Boz eşək. Üzr istəyirəm. Cənab Boz və Baz eşək. 77%, Mehriban 3%, Bayram Nurlu 6%. Dəyərli həmvətənlərim, çox xahiş edirəm. Ulu babalarımızın yardımcısı olan eşşəyi İlhamla səhv salmayın. Mən düzdür, demokratik adamam. Kimə istəyirsə səs verin. Amma onu deyim ki, burada troll dəstələri cənab eşşəyin reytinginə zərbə vurub İlham Əliyevi heç olmazsa eşşəklə müqayisə oluna biləcək halə gətirmək üçün trollar burada həlak edir özünü. Artıq 1900-ə yaxın səs vermədə iştirak edən var. Baxa bilərsiniz, məndə hər şey gerçəkdir. 1800-1900-ə çatır artıq.
Çok xahiş edirəm sizlərdən. Gerçekten vətəndaşlıq borcunuzu yerine getirin. Gerçekten vətəndaşlıq borcunuzu yerine getirin. Cənab eşşəyi dəstəkləməyi unutmayın. Cənab eşşəyi. Vəssalam. Qutar get. İndi isə 10-15 dəqiqədən sonra haqsızlığa susmada olmayacaq yayın. Qabil medyada olacaq. 10-15 dəqiqədən sonra nə olacaq bilirsinizmi? Nə olacaq? Hələ qırğın olacaq. Nə olacaq? Hələ bilirsiniz nə olacaq? Qabil deyən olacaq. Nə olacaq? Hamınız sevinəcəksiniz. Hər şey gözəl olacaq, bal olacaq. İndi sizdən vidalaşıram. 15 dəqiqə sonra yayma girirəm. 10-15 dəqiqə yayma çıxıram. Təcili. Beğenin çıkın da, beğenin çıkın buradan.